Gəlin bugün Neftçinin baş məşqçisi Samir Abbasovun səs-küylü istefasının arxasında nələr dayandığına qısaca bir baxış keçirək. Bilirsiniz, bu hadisi sadəcə bir məşqçinin işdən çıxarılması deyil. Neftçinin imişliyə uduzmasından sonra gələn bu istefa əslində Abbasovun Azərbaycan futbolundakı qaydalara qarşı emosional bir üsyanı idi. Birincisi, hər şey nədən başladı? Əlbəttə ki, o məşhur oyundan Neftçi evdə imişliyə 2.3 hesabı ilə məğlub oldu. Bu, rəhbərliyin səbrini daşıran son damlaydı və oktyabrda komandaya qayıdan Abbasovla yollar ayrıldı. Amma bu, hekayənin ancaq görünən tərəfidir. İkincisi, Abbasovun öz reaksiyası. Baxın, əsl məsələ elə burada başladı. O, əvvəlcə danışmaqdan imtina etdi, amma sonra, necə deyərlər, ürəyini boşaltdı. Dedi ki, mənə dəyər verilmir, arxamda heç bir dəstək hiss etmirəm. Və nəhayət onun ən kəskin ittihamı. Abbasov demək olar ki, açıq şəkildə dedi ki, burada yaxşı mütəxəssis olmağın heç bir mənası yoxdur. Əsas məsələ kiminsə adamı olmaqdır. Və onun o məşhur sualı var ha, indiyədək arxamda kim olub ki? Yəni bu sual əslində hər şeyi deyirdi. Bir sözlə idman nəticəsinə görə verilən bir istefa qərarı bütün Azərbaycan futbolunda dəstək və dəyər sisteminə tutulan bir güzgüyə çevrildi.